Əslində Azərbaycanın yol xəritəsi ki, dünyaya açılma yol xəritəsi 20-ci ildə imzalanmış kapitulyasiya haqqında bəndlərinin özü kapitulyasiya, yəni qərarına görə kommunikasiyaların açılması prosesində elə Laçın dəhlizi istiqamətindən Ermənistan daxilinə, eləcə də cənub sərhəddindən, İran sərhəddindən Azərbaycana, yəni Azərbaycan-Türkiyə arasında yollar açılması ilə bağlı bir proses gedir. Bu zaman Azərbaycan dövləti həmin hərbi cəhətdən Ermənistan dövlətindən güclənməsini, yəni onun maliyyəsinin ayrılmasını, ona verilən pay raket sistemlərini, eləcə də həm Penaka tipli raket sistemlərini, hava hücumları müdafiə sistemlərini, Ermənistan ordusunda hal-hazırki vəziyyətə qədər 50 milyon dollarlıq pilotsuz uçuş aparatlarının gətirilməsi, Amerikanın Biden hakimiyyəti dövründə kəşfiyyat strukturlarının, mənbələrinin Ermənistanda qurulması, böyük, belə desək ki, Pentagonun prototipində ona uyğun olaraq Ermənistanda baza kəşfiyyat sisteminin qurulması Ermənistanın müharibəyə tamı hazırlaşmasına xəbər verir. Həm ayrılan maliyyə büdcəsi, həm gətirilən silahlar, eləcə də bilirsiniz ki, hava limanının Ermənistan, Rusiyada olan hava limanının Ermənistana təhvil verilməsindən sonra bura eniş edən Biden hakimiyyəti dövründə olan 2 Amerika tipli, eləcə də Fransadan gətirilən digər zirehli texnikalar var idi. Zirehli texnikaların təyinatına baxsaq, müdafiə üçün zirehli texnikalara ehtiyac yoxdur. Hücum xarakterli döyüşdə transmissiyası yüksək kesidləri olan, dağ vadidənin kesidləri olan zirehli texnikaların gətirilməsi prosesi həyata keçirildi. Eləcə də Amerikanın yeni dönəmində qərarların qəbul edilməsi zamanı Fransanın tez tələsi Avropa İttifaqının Ermənistana dəstək verməsi ordunun qurulma prosesinə həyata keçirilir. Və bu ordu quruculuğunda mən açıq söyləyə bilərəm ki, hətta düşünürəm ki, 3-cü tərəfin qoşunları da Ermənistan ordusu tərəfindən döyüşlərdə iştirak edəcək. Çünki bununla bağlı Hindistana səfərlər edilib, bununla bağlı müqavilələr imzalanıb və bu müharibə qaçılmazdır. Yəni Ermənistan hər hansı bir sülh danışığından öncə yeni cəhd və revanşlarını etməyə çalışacaq. Bu əslində elə Paşinyanın da gedişdən taktikasıdır. O 44 günlük vətən müharibəsindən öncə də parlamentə müraciət etdi ki, istəyirsiniz müharibədə, istəyirsiniz Azərbaycanla razılaşaq, parlament müharibəni qərar verdi. Ona görə də Paşinyan rahat şəkildə ikinci seçimə gedə bildi. Ona görə də müharibə regionda qaçılmazdır. Biz kalibr azında məlumatlarını dinləsək, digər mətbuata da baxsaq, Ermənistanın daxili mətbuatını da izləsək, ordu, əhali və gənclər, yaşlı təbəqələrin arasında təlimlərin keçirilməsini görürük. Bu bizə bilirsiniz hansı dönəmi xatırladır. Vardanyanın Xankəndində olan zaman orada gənclərlə keçirdiyi, milyonlarla pul ayırdığı hərbi təlimlər prosesini görürük. Bax, həmin bir dövrə qayıdıb gəlmiş. Ona görə də düşünürəm ki, Rusiya Federal Təhlükəsizlik Qüvvələri Ermənistan-Türkiyə sərhəddindən çıxarılması da Ermənistanın bölgədə aktivləşməsinə gətirib çıxarır. Bu mövzuda Hikmət bəylə tam razıyam ki, məsələ Ermənistan-Azərbaycan fonunda İrana qarşı da yönəlmiş şəkildədir və düşünürəm ki, Rusiyaya qarşı yönəlmiş şəkildədir. Amma əsas məqsəd cənub dəhlizini Aralıq dənizindən keçməklə Hind okeanından Ermənistan vasitəsilə, Gürcistan vasitəsilə dünyaya çıxarma tətbiqini həyata keçirməkdir. Bunun üçün də Ermənistan güc göstərmək, nümayiş etdirmək fikrindədir ki, kommunikasiyaların açılması bəndini icra etməsin. Ona görə də Ermənistan Azərbaycanda buna vadar edir və biz o təxribatları görürük, əskərlərimizin önündə hər hansı bir hərəkətləri görürük. Biz cəbhədə xidmət edən dövrdə də, mən cəbhədə xidmət edən dövrdə gözümlə görmüşəm, bizim əsəblərimizlə onlarla postdan çıxırdılar, əl edirdilər, daş atırdılar, söyürdülər ki, ATƏT-in Minsk qrupuna Azərbaycanın atəş açma görüntülərini çəkib təqdim edə bilsinlər. İndi Avropa İttifaqı missiyası orada gəzir. Onlara lazımdır ki, yenə Azərbaycan tərəfi səbirsizlik göstərərək onlara qarşı cavab atəş atsın və dərhal həmin görüntülər birbaşa Avropanın parlamentində və yeni qrantların ayrılması üzrə Avropanın ermənipərəst qüvvələrindən və erməni diasporasının təşkilatçıları ilə bu müharibəni yenidən alovlandırmağa xidmət edir. Düşünürəm Azərbaycan tutarlı cavab verəcək. Azərbaycan 44 günlük vətən müharibəsindən sonra da Ermənistana nəzərən sülhə hazırlaşsa da Ermənistanın silahlanmasının qarşısını alaraq
eləcə də öz silahlanmasını tamamlama prosesini həyata keçirdi.